Beləliklə onlar sevinc içərisində yaşamağa davam eləyirlər. Ana, Şaxta baba haqqında danış da. Şaxta baba lap uzaqlarda yaşayır. İlin son günlərində hamı Şaxta babaya məktub yazıb ondan hədiyyə istəyir. Bəs Şaxta baba o qədər uzaq yolu necə gəlir? Şaxta baba marallara qoşulmuş xizə ilə hər yerə tez çatır. O yorğun olsa da bütün hədiyyələri özü toplayır. Ana, bəs Şaxta baba hədiyyələrin hamısını paylamağı necə çatdırır? Şaxta baba gecədən səhərə kimi işləyir və bütün hədiyyələri ünvanlara çatdırır. Ana, bəs bizim hədiyyəmiz nə vaxt gəlir? Yeni il hamını sevindirir. Bu il yeni il hediyeni Kantak.az'dan alabileceksen. Ele indi sipariş et. Biz çattıraq. Kontakt. Ho ho ho.